Hər kəsə salam. 9-cu siniflər üçün məhsul növə aid olan əsas qeydləridir. Deməli 9-da məhsul növdə 3 zaman bizə düşə bilər. Yəni 3 zamandan biri ya indiki sayda, ya keçmiş sayda da gələcək sayda. Düzəlməsinin hər biri yazılıb. Daha sonra mübtədə varsa özündən əvvəl biz mütləq bay istifadə edirik. Bay tərəfindən deməkdir. Mübtədə şəxs əvəzindən ifadə olunursa, bay yazanda biz onu obyekt əvəzinə çeviririk. 2 tamamlıq varsa, bunlardan biri cansız, biri canlı olur. Cansızı əvvələ keçirmişiksə, canlı tamamlıqdan əvvəl mütləq to yazırıq. Amma canlı tamamlıq əvvələ keçirmişiksə, yenə şəxs əvəzli idisə onu obyekt halında yazırıq. Yəni, deyək ki, şəxs əvəzliyi kimi biz əgər obyekt halının görmüşüksə tamamlıq olaraq mübtədəyə keçdikdə onu adlı halda qeyd edirik. Cümlənin əvvəlində. Çünki şəxs əvəzinin adlı halı mübtədə olur. Obyekt halı mübtədə olmur. Daha sonra isə to be feilin 3-cü forması və cansız tamamlığı yazırıq. Məhsul olmayan cümlələri necə seçirik? Sonunda sifət olan, müstəqil yerli əvəzliyi olan, zərli zəra ilə başlayan cümlələr və to be-li ifadələr olan cümlələr məhsul növ deyil. Onu ayrıca paylaşacağım. Məhsula keçməyən isə tamamlığı olmayan, yəni cümlədə kimi nəyə sualına cavab verməyən, söz işlənməyənlərdir. Bunu da biz xəbərdən sonraki sözə baxırıq və kimin nəyə sualına cavab verən söz xəbərdən sonra yoxdursa da, çünki tamamlıq xəbərdən sonra gəlir ingilis dilində nəqli cümlədə. Biz bilirik ki, həmin cümlə məhsula keçə bilməz. Bu isə 9-un modelinə düşən sualdır. Burada biz mübtədanı atırıq, olduğu kimi saxlaya bilmirik. Bizim 2 tamamlığımız var. Biri canlı, you, biri isə cansız, ya examination results. Cansızı əvvələ keçirdirik. Canlıdan əvvələ to yazırıq. Birinci cümlə tamamilə doğrudur. Qeyd etdiyim qayda əsasında və mübtədədən qabaq da bay yazırıq. Mübtədə burada isimlə ifadə olunduğu üçün olduğu kimi saxlamışdıq. Amma mübtədə burada şəxs əvəzli olsaydı, obyekt əvəzinə çevirəcəkdik. Və birinci cümlə düzdür. İkinci cümlədə isə to yazılıb, to'dan sonra to o vaxt düz olardı ki, you, yəni canlı tamamlıq gələrdi. Mübtədədən əvvəl biz to yox, bay yazmalıyıq. 2 buna görə səhvdir. 3 tamamilə doğrudur, çünki canlını qabağa keçirdik. To be'miz feilin 3-cü forması və cansız. To'ya ehtiyac yoxdur. 4 isə mübtədəni özü olduğu kimi saxladığı üçün yanlışdır. Bu qədər.